Salam dostlar, sizler için güzel bir Volkswagen çəkirəm. 1.4 motor 2021-ci ilin Volkswagenidir. Bu maşın rəsmi servisdən alınıb. Maşın haqqında çox danışmaq istəmirəm. Çünki göz qabağındadır. Maşının heç bir problemi yoxdur. Bilənlər bilir ki, bu Volkswagen 2014-dən sonra özünü düzəldib. Bu karovka problemləridir, nə bilim bəzi problemlər var idi. Onların hamısını aradan götürüb. Baxa bilərsiniz, 4 ədəd təzə təkərləri var. Arxa salonunu göstərim. Belə bir salonu var. Maşının qiyməti 38.500 manat. Cırıq, sökük, qətiyyən belə bir problemi yoxdur. 30.000 provegi var, rəsmi servisdə qulluq olunub bu günə qədər. Yəni rəsmi dillərdən də alınıb, Bakıdan alınıb. Karovkada heç bir problem. Demək olmaz da bu karovkasında problem var. Çünki 30.000 getmiş maşındır. Həqiqətən bir sahibi olub, səliqəli sürülüb. Ailə maşınıdır. Kim istəsə özü üçün ailə maşını bunu edə bilər. Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.